Əslində paxıllıq olaraq adlandırdığınız xüsusiyyət paxıllıq olmaya bilər. Bəzən paxıllıq olaraq adlandırdığınız xüsusiyyət əslində öz potensialınıza qarşı etdiyiniz haqsızlığın səbəbilə yaranan qıcıq hissidir. Bu nə deməkdir? Siz bir insanın bir nailiyyətə sahib olduğunu görürsünüz və ya bir xüsusiyyətə sahib olduğunu görürsünüz və şuuraltı səviyyədə o xüsusiyyətə və ya o nailiyyətə sahib olma potensialına sahib olduğunuzu bilirsiniz və bu potensialınızı ortaya qoymadığınıza görə özünüzə qarşı qıcıq hissi hiss edirsiniz. Amma bu qıcıq hissini qarşı tərəfə baxanda hiss elədiyinizə görə o insana yönəlik olduğunu düşünürsünüz. O insanla əlaqəli olduğunu düşünürsünüz. Amma əslində o sizin özünüzə qarşı etdiyiniz haqsızlıqla əlaqəlidir. Əgər öz potensialınızı ortaya qoymaq istəyirsinizsə, yetərsizlik hissindən azad olmaq istəyirsinizsə, nəhayət ki, bu həyatda nə istədiyinizi və sizin özünüzə aid olan xəyallarınızın sizə ətraf tərəfindən dayatılan xəyallardan nə ilə fərqləndiyini bilmək istəyirsinizsə, Kölgə seminarına yazılmağı unutmayın. Eyni zamanda qeyd edeyim ki, hal-hazırda Kölgə seminarının qiyməti çox uyğundur. Gələn dəfə artıq bu qiyməti olmayacaq, ona görə də bu fürsəti qaçırmayın.